وقل رب زدني علما. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Əmmə bə'd. Bugün sizinlə inşallah istəyirəm İbn Məcədə olan möhtəşəm bir hədis haqqında danışaq. İmam İbn Məcənin rahimehullahın. İbn Məcə haral olub? Qazvini. Qazvini yəni Xəzər dənizinə deyiblər. İbn Məcə Azərbaycanlı olub. Azərbaycanlı bir alim olub ki, hədis alimlərindəndir. Yəni onun kitabı möhtəşəm Sünnəsi Sünən İbn Məcə, yəni böyük sünnə kitablarından biridir. Hansı ki, alimlər o kitabı 6 böyük hədis kitabının içinə salıblar. Yəni Kutub-u Sittənin içinə. Nəyə görə? Əhəmiyyətinə görə. Yəni ilk 6 kitabın içində Sünən İbn Məcənin kitabı var. Hansılardır o 6 kitab? Buxari, Muslim, İbn Məcə, Abu Davud, Tirmizi, sonra ikisi qalıb. Buxari, Muslim, Abu Davud, Sünən Nəsai, Tirmizi, bir də Nəsai. Nəsai 6 oldu mu? Bəli, 6 oldu. Deməli, bax, belə gedirik də. Buxari, Muslim, Bəli. sonra Abu Davud. Həmişə belə Abu Davud. Sonra Tirmizi, sonra Nəsai, Axırıncı İbn Məcə. sonra da İbn Məcə. Həmişə alimlər bu sıralama ilə sayırlar. Nəyə görə? Çünki bu kitablardan yəni belə deyək də sıhhat cəhətdən ən zəif İbn Məcədir. Hətta alimlər qayda qoyublar ki, İbn Məcənin təfarrud etdiklərində çoxu vaxtı zəif olur İbn Məcənin. Lakin orada elə bir hədislər var ki, o hədislərə həqiqətən çox böyük ehtiyac var. Bu hədislərdən də biri, yəni bugünkü götürəcəyimiz hədisdir. Hansı ki, böyük xeyirləri özündə cəm edib. Buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm Abdullah ibn Amr'dan gələn hədisdə ki, İnnehu ləm yakun nebiyyun qabli illə kənə haqqan aleyhi ən yedullə ümmətəhu alə mə ya'lamuhu xayran ləhum və yunziruhum mə ya'lamuhu şərran ləhum. Deyir, məndən qabaq elə bir peyğəmbər olmayıb ki, ümmətinə bildiyi bütün xeyirləri çatdırsın. Yəni, çatdırmasın. Yəni, bütün xeyirlər, nə xeyir varsa Allah nəbisi sallallahu aleyhi və səlləm öyrədib ümmətinə. Və bu hədis açıq-aşkar buna dəlildir Muhammed sallallahu aleyhi və səlləmin sadiqul məsduqun dili ilə. Elə bir məndən qabaq peyğəmbər olmayıb ki, ümmətinə bütün bildiyi xeyirləri çatdırmasın. Yəni, bütün xeyirlər varsa nədir? Allah Resulü sallallahu aleyhi və səlləm çatdırıb. Deməli, əgər kim etiqad edərsə ki, elə bir xeyir var və onu Allah Resulü çatdırmayıb, o sanki yəni, dinə xəyanət etmiş insandır. Və çoxu vaxtda bu şeyə düşən kimlər olur? Bidət əhli. Bidət əhli etiqad edir ki, bir şey yaxşıdır, amma Allah Resulü çatdırmayıb. Yəni, mən bilirəm onu, mən əməl edirəm və ya kimlərsə əməl edir, bu yaxşıydı, amma Allah Resulü sallallahu aleyhi və səlləm çatdırmayıb. Bu, Allah Resulü sallallahu aleyhi və səlləmə qarşı xəyanətdir. Necə ki, İmam Məlik İbn Ənəs rahiməhullah rəhmətən vasiə buyurur ki, əgər kim dində yenilik edərsə, o sanki etiqad etmişdir ki, Muhammed sallallahu aleyhi və səlləm risalətə xəyanət edib. Yəni, Muhammed sallallahu aleyhi və səlləm risaləti tam çatdırmayıb insanlara. Çünki yəni, orada nələrsə var imiş, onlar qalıb çatdırmayıb, bəyan etməyib onları. Aydınmı? Ona görə, yəni, əgər kim bu etiqadda olarsa, gərək o etiqaddan tövbə etsin. Və Allah Resulü sallallahu aleyhi və səlləm hər dəfə cümə xütbəsinə çıxıb, deyərdi ki, وَشَرَّ الْأُمُورِ مُحْتَسَاتُهَا Ən şər işlər sonradan uydurulan bidətlərdir. وَكُلَّ مُحْتَسَةٍ بِدْعَ Və hər o uydurulanlara Allah Resulü bidət adı verib. Bidət nədir? Muxtara'atun fiddin. Muxtara'atun fiddin qısa olaraq. Dində olan bir ixtira. Yəni, biz dindən danışırıq. Dinə nisbət olunan, dində olunan ixtiraya, yeniliyə bidət deyilir. Hətta o şey həsənə olsa belə, insanlar onu həsən görsə belə, yaxşı görsə belə. Ona görə
Bu nədir? Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, şarral umur muhdesatuhə. Baxın, bəzi insanlar deyir ki, bu xeyirdir, mən əməl edirəm. Amma Allah Resulü sallallahu aleyhi ve sellem buna şər deyib. Necə ola bilər ki, Allah Resulü sallallahu aleyhi ve sellem kullu bid'atin dalalə deyir. Hər bidət zəlalətdir deyir. Və sən deyirsən, yox, mənim etdiyim bidət xeyirdir. Mümkün deyil bu. Mümkün deyil. Yaxşı, nəyə görə Allah Resulü sallallahu aleyhi ve sellem çəkindirib bidətdən? Yəni, əqli dəlil verək buna. Allah Azze ve Celle Quran-ı Kərimdir ki, Əm ləhum şurakəu şəra'u ləhum minəd-dini mə ləm yəzən bihilləh. Yoxsa deyir, onların şərikləri, ortaqları mı var Allahdan qeyri? Onlara şəriət qoyub, onlar üçün şəriət ediblər. Onlar üçün şəriət ediblər. Ona görə, yəni, insan həmişə düşünməlidir. Düşünməlidir ki, yəni, necə ola bilər ki, Allah Azze ve Celle hər şeyi bilən, elmi hər şeyi əhatə edən və kənəllahu bimə ya'maluna muhita. Deyir, Allah sizin etdiklərinizi əhatə etmişdir. Hər şeyi bilən Allah Subhanahu wa Ta'ala dinini tam kamil şəkildə göndərməsin. İnsanlara lazım olan qədər. Bax, bu hədis hansı ayənin təsdiqi kimidir? Kim deyər? Əhsən Şeyx İbrahim. Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün sizin dininizi kamil etdim. Və ətməmtu aleykum ni'məti. Sizə olan neymətimi tamamladım. Və Allah Resulü sallallahu aleyhi ve sellem ki, məndən qabaq elə bir peyğəmbər olmayıb ki, bildiyi bütün xeyirləri, ümmətinə lazım olan bütün xeyirləri çatdırmasın. Mütləq çatdırıb. Yox, olmayıb elə peyğəmbər. Deməli, bütün peyğəmbərlər əmanəti tam şəkildə əda ediblər, ümmətinə tam şəkildə nəsiyyət ediblər. Və onlara bəsdir. Ona görə, kim əgər bu onların yolundan tutunarsa, Muhammed Peyğəmbərin sallallahu aleyhi ve sellem o nicat tapmışdır. Aleykum bi sünnəti. Deyir ki, mənim sünnəmdən möhkəm şəkildə yapışın. Deməli, bax, bu nə deməkdir, qardaşlar? Aleykum bu sünnəti. Mənim dinimdən, sünnətimdən möhkəm yapışın. İnsan nə qədər dinə əməl edərsə, nə qədər etiqada əməl edərsə, o qədər onun qəlbi güclənər. Aleykum bi sünnəti və sünnətil xulafəir raşidinəl mehdiyinə min bə'di. Və mənim raşidi xəlifələrim sünnəsinə. Və bizi fəhm olaraq hara yönətdi? Sahabələrə. Ki, biz sahabələr kimi etiqad edək. Bu, həmçinin, bax, qardaşlar, uləmə su ilə uləmə-ül axiranı ayıran səbəblərdən biridir. Pis alimlər, pis dəvətçilər və axirət alimləri, axirət dəvətçiləri, yaxşı alimləri ayıran ən böyük fərqlərdən biri də o nədir? Sahabələrin yolu. Bax, get, bax, gör hansı sahabədən dəlil gətirirlər. Bir məsələ edir, gör hansı sahabənin adını çəkir. Gör hansı sahabədən etiqad, əqidə götürür, subhanallah. Əgər sahabəyə yönətmirsə fəhmini, o zəlalət əhlidir. Heç vaxt haqq əhli ola bilməz. Çünki Rəbbimiz bizi ora yönəldib. Yəni ki, bu hədisin özündə də məsələ gələcək qarşıda. Və sonra buyurur ki, bu həmçinin bu hədis kimə rəddiyədir, kimə dəlildir? Kimlərə qarşı? Mütəkəllimlərə qarşı rəddiyədir. Onlar deyirlər ki, sələflər, sahabələr, tabinlər, ətbə tabinlər əsləm idi, biz isə ələm və əhkəmik. Onlar daha salamat idilər, biz daha elmli və daha hikmətliyik. Amma şəriətə Allahın demədiyi, Allahın Rəsulunun buyurmadığı, Allahın Rəsulunun buyurmadığı, etmədiyi təliqləri özlər edirlər. Misal üçün, bunlar deyirlər ki, Allah Azze ve Celle nə deyib? Deyir ki, Ar-Rahman aləl arş istəva. Rahman arşın üzərində istiva etdi. İstivanın da mənalarından biri nədir? Ucalmaq. Və ən əsas da köklü mənası budur. Ucalmaqdır. Ən məşhur mənası da budur. Elə deyil mi? Onlardan kamilləşmək də var. Onlardan yəni istivanın mənalarından həm kamil, həm də qəsd mənası var. Ar-Rahman aləl arş istəva. Ar-Rahman arşın üzərində ucaldı. Əgər burada Allahın dininə, Allaha qarşı bir tən, Allaha qarşı bir iftira olsaydı, mütləq Allah Rasulü bəyan edəsiydi. Deyir, elə bir xeyir qoymadı ki, o xeyri bəyan etməsin. Deməli, bundan böyük xeyir nə ola bilərdi ki, Allahı tənzih etsin? Allah Azze ve Celləni məxluqa bənzəməkdən uzaqlaşdırsın. Bundan böyük nə xeyir ola bilər? Neynədir? Bütün hər şey bəyan edib. Amma bunu neynəyib? Bunu itlaq edib. Çünki sahabələr bunu başa düşmüşlər gözəl şəkildə. Amma mütəkəllimlər,
Cəhmilər, Əşarilər, Mu'təzillər və o məsələkə səbiləhum və onların yolunu gedənlər nə deyirlər? Yox, burada istəva yox, istəvlədir, subhanallah. Buna nə deyirlər? Təhrif mənəvi və təhrif lafzi. Ləfzi və mənəvi təhrifi cəm ediblər. Allahu akbar. Həm Allahın ayəsini dəyişirlər, həm Allahın ayəsinin ləfzini dəyişirlər, həm Allahın ayəsinin mənasını dəyişirlər, həm də Muhammed Peyğəmbərə sallallahu aleyhi və səlləm müxalif olurlar. Necə haqq ola bilər bu? Subhanallah lazım. Subhanəkə həzə buhtanun azim. Sən pak və nöqsansızsan, bu həqiqətən böyük bir böhtan. Həqiqətən. Və buna çoxlu misallar vermək olar. Allah Rasulü bizə nəyi bəyan edibsə, o bizə kifayətdir. Və həmçinin, əgər bəyan etmək lazım olsa, mütləq Allah Rasulü çatdırardı bizə. Aydın mı? Yaxşı, sonra bax nə deyir. Deyir, və mə ya'ləmuhu şərran ləhum, deyir ki, əgər bir şər yoxdur ki, ümmətini o şərdən çəkindirməsin. Allahu akbar. Əgər bu məsələlər şər olsaydı, mütləq çəkindirəsidir. Baxa, ehtiyat edin bu məsələdən. Burada bu qəsd bu deyil. Necə ki, sahabələr, hətta Loğman Aleyhisselamın yəni Ən'am surəsi 82-ni səhv başa düşən neynədilər? Allah Rasulundan soruşdular. Allah Rasulü sallallahu aleyhi ve sellem izah etdi ki, yox, oradakı zülüm, bütün zülüm yox, böyük zülüm, şirk qəsd olunur. Loğman Aleyhisselam oğluna nəsiyyət etdiyi şirk, böyük zülüm qəsd olunur. Fikir verirsiniz, ən xırda məsələni və öyrədib. Hətta Bəra ibn Azib ona gecə namazından, gecə yatmamışdan qabaq olan zikirləri öyrədəndə, duanı öyrədəndə Rasul sözünün əvəzinə Nəbi sözünün əvəzinə Rasul demişdir, neynədir? Dedi, yox, mən sənə Rasul öyrətməmişəm, mən sənə Nəbi öyrətmişəm. Necə öyrətmişəm, o şəkildə qəbul et. Bu hədis dəlildir ki, alimlər deyirlər ki, hətta ləfizlər fərqli olsa belə Allah Rasulunun, mənalar eyni olsa da Allah Rasulunun hədisini dəyişmək olmaz. Bəzi alimlər buna görə. Nə deyir? Yəni, ləfiz eynidir. Sinonimdir. Sinonimlərdir, eyni məna. Ləfizlər müxtəlifdir, mənalar eynidir. Yenə də ləfizi dəyişmək olmaz. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem hədisləri vəhidir. Yəni, bəziləri buna görə gətiriblər. Lakin bəzi alimlər deyiblər ki, məna ilə rəvayət eləmək olar hədisi. Hədisi məna ilə rəvayət etmək olar. Və həmçin sonra baxın nə deyir? Və innə ümmətəkum həzihi. Sizin bu ümmətiniz cu'ilət əfiyyətuhə fi əvvəlihə. Deyir, onun salamatçılığı onun əvvəlində olunacaq. Allahu akbar. Bu hədisi İmam İbn Məcə 3210-cu hədisdir. Və İmam Albani səhihləşdirib hədisi. Yəni, hədis davam edir. Sadəcə rəqəmin ona görə deyirəm ki, bax, oxu, qayıt. Deyir ki, ən afiyyətli insanlar sahabələr olacaqlar. Nəyə görə? Çünki afiyyət, elm və hikmət olmasa ola bilməz. Mümkün deyil. Elm və hikmət olmadan afiyyət olsun. Mümkün deyil. Ona görə bu hədis həmçin dəlildir ki, sahabələr ən doğru yolda olanlar oldu. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, cu'ilət əfiyyətuhə fi əvvəlihə. Bu ümmətin əvvəlkiləri afiyyət, salamatçılıq içində olublar. Yaxşı, sual çıxa bilər ki, onların vaxtında fitnə olmayıb. Bəs o ilə bu necə cəm edək? Kim cavab verər? Onlar fitnədə Quran sünnəyə mi qayıdıblar? Ha? İttifak eləmişlər də fitnədə prosta. Olanda sabah. Deməli, əsl fitnə, qardaşlar, elmin getməsidir. İki insanın döyüşməsi deyil. İki toplumun bir-birindən dalaşması deyil. Əsl fitnə elmin getməsidir. Necə ki, Allah Rasulü sallallahu aleyhi ve sellem nə deyir? Deyir, hər gələn gün ötən gündən daha şərli olacaq. Amma fikir ver, alimlər deyir ki, Həccacın zamanı olmuşdu. Bir dəfə danışmışdıq məsələn. Həccacın zamanı yəni qarışıq, fitnəli bir zaman kimi yəni hamımızın zehnində belə bir yer alıb. Düzdür ya yox? Amma Omar ibn Abdüləziz ondan sonra gəlib. Amma Omar ibn Abdüləzizin vaxtında sakitçilik, salamatçılıq olub. Yaxşı, bu hədislə bu tarixi məqamı necə cəm edə bilərik? Elm. Çünki yəni hədis öz yerindədir. Deyirik ki, Həccacın zamanı daha xeyirli olub, nəinki Omar ibn Abdüləzizin zamanından. Nəyə görə? Çünki baxma ki, Həccac qətl edir, o birisini edir, burisini edir. Amma Həccacın vaxtında sahabələr sağ idi. Və Allahın kitabı
və Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsi Allahın muradına uyğun daha çox təfsir olunurdu, nəinki Ömər ibn Abdüləzizin vaxtında. Aydındır? Ona görə Allah Rasulü sallallahu əleyhi və səlləm hədisində əgər kim ziddiyyət kimi bir şey ağlına gələrsə bilsin ki, bizim elmimizdə ziddiyyət ola bilər. Bizim ağlımızda ziddiyyət ola bilər. Heç vaxt Allah Rasulü hədisində, sallallahu əleyhi və səlləm hədisində, həmçinin Quranda heç vaxt ziddiyyət ola bilməz. Necə ki İbn Xuzeymə rahimehullaha deyəndə ki, yəni bir kəs deyir ki, iki hədisdə ziddiyyət var, deyir, gətirsin o hədisləri mən cəm edəcəm. Heç vaxt ziddiyyət ola bilməz. Və sonra baxın, davam edir, biraz qısa edək, çox yormayayım sizi. Və deyir ki, ən afiyyətli əvvəlkilər olacaq və innə əxirəhum, bu ümmətin axırıncıları, sonra gələnləri yusibuhum bələun və umurun tunkirunəhə. Subhanallah. Hədis həqiqətən vəhidir. Necə dəqiq ibarələr var. Deyir ki, bu ümmətin axırıncılarına bəlalar üz verəcək. Və sonra bax nə deyir? Umurun tunkirunəhə. Demədi umurun yunkirunəhə. Deyir ki, umurun tunkirunəhə. Elə işlər baş verəcək ki, siz onları inkar edəcək. İndi sahabələrə deyir. Yəni, onlarda elə də inkar olmaz şeylər olmayacaq. Yəni, iman zəifləyəcək, elm zəifləyəcək, ədəb zəifləyəcək, əxlaq zəifləyəcək, ibadət zəifləyəcək. Yəni, siz bəlkə indi gecə namazına durmayan insana naqis iman sahibi, nifaq əhli kimi baxarsınız. Amma onlar deyir, gecə namazı duranlara, sadəcə deyəcəklər ki, bunlar salihlərdir, o birislərdə problem yoxdur da yəni. Ona görə Həsən-ül Basri nə deyir? Yəni ki, sahabələr sizi görsəydi, nə deyərdilər? Deyərək, siz müsəlman deyilsiniz. Subhanallah lazım. Görün də onların ibadəti, onların təqvası, onların zühdü, onların qəlbi nə dərəcədə olur. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, bax, əsas da insanı qaldıran qəlbdir. Allah qatında dəyər verən qəlbdir. Nə deyir Allah Resulü sallallahu aleyhi ve sellem? Deyir ki, mə səbəqəkum Əbu Bəkrin bi kəsrəti salatin və lə siyəm. Deyir ki, Əbu Bəkir sizi çoxlu namazla, çoxlu orucla ötmədi. Və ləkin səbəqəkum bi qalbihi. Deyir ki, lakin sizi qəlbi ilə ötüb deyir. Qəlbi ilə, yəni qəlbində olan, axirətə olan imanla sizi ötüb. Alimlər belə təfsir ediblər. Deyir, o qəlbində olan, axirətə olan imanla sizi ötüb hamınızı. Həqiqətən baxsan görürsən, sahabədən o qədər də çox ibadət nəqilləri yoxdur. Nəinki tabinlərdən. Tabinlərdə daha çoxdur. Lakin sahabələr daha çox üstündür. Çünki onların axirətə olan imanı, onların qəlbi daha möhkəm olub. Onların həqiqətən Allah üçün, din üçün hər şeylərini veriblər. Hər şeyindən keçiblər. Necə ki, Əbu Bakır deyir ki, ey Əbu Bakır, nə qoymusan evdə? Deyir, Allah Rəsulundan başqa heç nə qoymamışam. Yəni, hər şeyi vermişəm. Subhanallah, bugünkü gündə biz Allahın dini üçün nədənsə keçə bilmirik. 1 saatımızdan keçə bilmirik. 10 dəqiqəmizdən keçə bilmirik. Və ya müəyyən bir şeyimizdən keçə bilmirik Allahın dini üçün. Hansı ki, bu bizə əbədi fayda verəcək. Amma onlar hər şeyindən keçiblər. Canından keçiblər, malından keçiblər. Övladından, ailəsindən keçiblər. Subhanallah lazım. Ona görə afiyət onlarda olub. Və bax, nə deyir ki, umurun tunkirunəhə. Yəni, siz inkar edəcəksiniz, amma onlar inkar etməyəcəklər bunu. Yəni, görün nə qədər dəqiqdir. Summa təci'u fitənun yuraqqiqu ba'duha ba'dan fəyəqul mümin hədihi muhlikəti. Sonra deyir, bir-birinin arxasınca fitnələr gələcək. Allah akbar. Deməli, bax, bizi nəyə öyrədir? Öyrədir ki, Allah Rasulü hər şey çatdırıb. Və sonra deyir ki, ən salamat da birincilər, yəni onlara tabi ol, fəhmdə. Mən çatdırdım, onlar başa düşdü, əməl etdi, ən salamat onlar oldu. Sən də onların yolu ilə get. Uləikəl-ləzinə hədəhumullah fəbihudəhu muqtədi. Deyir, onlar Allahın hidayət etdiyi kəslər idi, sən də onların yolu ilə get. Və sonra nə deyir? Və sonra deyir, axırıncılar isə bəla əhlidir. Allahu akbar. Mütəkəllimlərə nə böyük rədd var. Yəni, ey mütəkəllimlər, ey əşarilər, ey mu'təzillər, 3 nəsildən etiqad götürürük biz. Afiyyət üzərinə etiqad götürmüşük. Siz 4 əsr sonra etiqad götürmüşsünüz. Bəla vaxtı, müsibət vaxtı, biz salamatçılıq vaxtı. Necə ola bilər ki, biz bəla içində olaq, siz salamatçılıq içində olasınız? Subhanallah. Bax, ona görə biz həmişə deyirik ki, sələfin fəhmi, sələfin etiqadı,
sələfin yolu. Nəyə görə? Çünki sələf salamatca yol üzərində olub. Peyğəmbər sallallahu əleyhi və səlləm öz qızı Fatiməyə nə dedi ki, "Ni'məs sələfu ənə ləki." Dedi ki, mən sənin üçün nə gözəl sələfəm, yəni məndən ibrət al. Sələf yəni o mənada. Yəni bu Allah Azza və Cəllə deyir: "Vəs-səbiqunəl əvvəlun minəl muhacirin vəl-ənsar vəl-ləzina təbə'uhum bil-ihsan radiyallahu anhum və radu an." Deyir ki, dində hamını ötüb keçən birincilər, muhacirlər və ansarlar və dində onlara ən gözəl şəkildə tabe olanlar, Allah onlardan razıdır. Vəssalam. Deməli, Allah doğru yolu qoyub bizim üçün. Nə axtarırıq ki başqa? Doğru yol var. Quran var, sünnə var, sahabənin fəhmi var. Sonra bəzi insanlar deyir ki, sahabələr bilmirdi bunu və yaxud da onları cahillikdə ittiham edir. Baxın, qardaşlar, vallahi, billahi, tallahi, bütün mütəkəllimlərin əqidəsi sahabəni cahil çıxarmağın üzərində dövran edir. Onların bütün aqvallarının ləvazimləri o deməkdir ki, sahabələr cahildilər. Vallahi budur onların. Bu da küfürdür, həqiqətən küfürdür. Bəzi təkvirçilər, əgər onların bu küfrünü dəqiq bilsələr, təkvir edəcəklər onları. Vallahi təkvir edəcəklər. Çünki onların məzhəbinin ləzimi sahabəni cahil çıxarmaqdır. Onların məzhəbinin ləzimi mütəkəllimlərin Allahın kitabını təhrif etməkdir və Allahın kitabına küfür deməkdir. Baxın, Razi nə deyir? Əşari alimidir. Deyir ki, Qur'an-ı Kərimin və sünnənin zahiri ləfizləri küfürdür, deyir. O, belə də deyir, mütləq təvil etməlisən, deyir. Mütləq Allah nazil edən Qur'anı dəyişməlisən, deyir. Allahu Akbar. Yəni, bu sözlə rafizilər Qur'an dəyişilib sözü arasında heç bir fərq yoxdur. Etiqad cəhətdən var fərq. Var axı. Heç bir fərq yoxdur, qardaş. Bu küfür, o küfür. Get fərqi mənə izah elə, deyək, qardaş, yox, sən burada xata eləmişsən, fərq var burada. Belə götürəndə ləzim cəhətdən heç bir fərq yoxdur. İsbat edir Quran Allahdandır, amma nəyin dəyişir? Dilələtin dəyişir, mənasını dəyişir, ləfzini dəyişir. Nə fərqi var ki? Bu da küfürdür, o da küfürdür. Ona görə həmçinin burada təkfir edən qardaşlarımıza nəsihət də var ki, bilmədən təkfir etmə. Onları hansı alimlər təkfir edib bu şeyə görə? Və güya alimlər bilmirmi ki, onlar bu mənhəc üzərində yaxşı bilirlər alimlər, amma təkfir etmirlər. Nəyə görə? Çünki təkfirin nəyi var? Şərtləri var, maniyələri var, şurutları var, davabitləri var. Və sonra nə deyir? Deyir, hər bu fitnələr gəldikcə, deməli, o fitnə gələcək. Deməli, kim? Bax, diqqət elə. Deyir, mən yolumu bəyan etdim və ən fəzilətdilər əvvəlkilər idi. Deməli, kim ki Allah Rasulunun sözündən yapışarsa və sahabələrə tabi olarsa, o sonra gələcək fitnələrdən salamat olacaq. Salamat olacaq. Və sonra bax nə deyir? Deyir, hər dəfə bu fitnə gələndə fəyəqulul mu'minu. Deyir ki, hədihi muhlikəti. Mömin deyəcək, bu mənim həlakimdir. Və sonra deyir, sümmə tənkəşifu fəmən sarrahu ən və sonra tənkəşifu sümmə təci'u fitnət. Sonra deyir, bu fitnə aradan qalxacaq. Başqa bir dənə fitnə gələcək. Fətəci'u əxar. Başqa fitnə gələcək və yenə mömin deyəcək ki, hədihi muhlikəti. Deyəcək, bu mənim həlakimdir. Hər dəfə bir fitnə gəlir, deyəcək, mənim həlakimdir. Və sonra nə olacaq? Və sonra deyir ki, yəni, əgər kim, fəmən sarrahu, kimi əgər sevindirirsə, ən yüzəhzihə anin nəri və yudxiləl cənnətə, deyir ki, əgər kimi cənnətə girmək və cəhənnəmdən uzaqlaşdırmaq, yəni sevindirirsə, deyir ki, fətudriku mavtatuhu və huvə yu'minu billah və yevmil əxir. Deyir ki, ona ölüm gələnə qədər Allaha iman üzərində olsun. Bax nə deyir? Əgər kimi cənnətə girib cəhənnəmdən uzaqlaşdırmaq sevindirirsə, ona ölüm gələnə qədər Allaha iman üzərində olsun. Və Allaha imanı da bəyan etdi. Və sonra yəni hakimə itaətdən danışır. Allah Resulü sallallahu aleyhi ve sellem və bu qədər bəhsli kifayət edir. Allah bir daha doğrusunu. İnşallah qalsın hədisin o birisi səsi gələn dərsə izah edərik. Yəni yaxşı faydalar var. Allah bir daha doğrusunu. Ümumi olaraq fayda nə oldu? Allah Resulü sallallahu aleyhi ve sellem hər şey bəyan edib və hər xeyri çatdırıb ümmətinə və hər şəri də onlardan neyniyib, çəkindirib. Və deməli, bütün xeyirlər Quran və sünnədə var. Və sahabələrin yolu bizə bəyan edir ki, Quran və sünnəni necə tutmaq lazımdır, necə getmək lazımdır. Və kim bundan uzaqlaşarsa, artıq fitnəyə düşmüş kəs sayılır. Əgər kimi deyir, Allaha iman
ya kimi ki cənnətə düşmək sevindirirsə, kim istəyirsə ki, cənnət əhli olsun, neynəsin deyirlər? Sahabilərin Yəni bu yolda olsun. Bax, bu mən sadaladığım yolda olsun. Allah Resulü sallallahu əleyhi və səlləm deyir. Yəni ölüm gələnə qədər Allah və Rəsuluna, Allaha imanla olsun, yəni iman üzərində. Allah Taala bizi iman üzərində eləsin. Allah bir daha doğrusunu Subhanəkəllahumma hamdik. Əşhədu en la ilahe illə ente estağfiruke və etûbü ileyk.